Şəron rayonunun Məmmədli qəsəbəsindəndir. Qəsəbə ərazisindəki gördüyünüz göl bir müddət əvvəl suyun səviyyəsi qalxaraq daşıb və ətrafdakı fərdi yaşayış evlərini basıb, sakinlər bildirirlər ki, nə evlərinə girə bilirlər, nə evlərindən çıxa bilirlər. Bununla bağlı aidiyyatlı qurumlara dəfələrlə müraciət etsələr də onların müraciətlərinə baxan yoxdur. Mənim övladım dərsə və bir neçə qonşunun burada evladı dərsə gedə bilmədi, təhsildən qaldı. Və 74 gündür ki, bu davam eləyir. Özünüz görürsünüz, üfunət, cücülər, qurbağalar, ilan da hətta görmüşəm həyətdə. Bax, 74 gündür bu vəziyyətdə bir nəfər gəlib bizə kömək eləmir. Kömək eləmək istəyəni də qoymurlar kömək eləsin. Burada məqsəd nədir? Gölü açmaqdır. Gölə çıxış versələr, bu su heç olmasa axıb gedər. Vallahi bu antisanitariyadır. Nə uşağımız çölə çıxa bilir, nə özümüz çölə çıxa bilirik. İydən, qoxdan, bu yağış suları deyil. Buna bir çarə qılsınlar. Vallahi demədiyimiz yer yoxdur, getmədiyimiz yer yoxdur. Heç kim baxmır sözümüzə. Olmaz axı belə. Biz də yaşamaq istəyirik. Bizim də uşağımız yaydır, tətildir, oynamaq istəyir. Biz də təmiz hava görmək istəyirik. Həkimə gedə bilmirəm mən. Pis vəziyyətdə qalmışam. Deyə ayağımda, potuğumda, bu da gedə evimdə bu dəqiqə çək. Çırkabın içində ölürük. Axşama qədər biz ölürük. İğrənc vəziyyətdə yaşayırıq. İnanırsınız gecə yata bilmirik, işə gedə bilmirik, qorxudan ki ev batar. Buralar batsa bizə heç kim kömək də eləməyəcək. Deyək ki, heç olmasa kömək eləyən olacaq. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin göl bələdiyyənin balansında olduğundan onlarla əlaqə saxlamaq lazımdır. Üst tutduq Məmmədli qəsəbə bələdiyyəsinə. Mikrofona danışmaq istəməyən bələdiyyə əməkdaşı bildirdi ki, Su Ehtiyatları Agentliyi nəzarət edir göllərə. Ya gəlib bağlamalıdır, protokollaşdırmalıdır, tədbirini cərməsində yazmalıdır vətəndaşlara. Başqa yolu yox. Bələdiyyə oradan su çəkə biləcək qurum deyil. bilin, bəs indi hal-hazırdakı o vəziyyəti aradan qaldırmaq üçün nə etmək lazımdır? Vəziyyəti aradan qaldırmaq üçün o su oradan ötürülməlidir. Hara ötürülməlidir? Bunu da Su Ehtiyatları Agentliyi tənzim eləməlidir, qərar verməlidir. Su Ehtiyatları Agentliyi də istənilən suyu yönləndirməyə icazə vermirlər. Göründüyü kimi qurumlar məsələni bir-birinin üzərinə atmaqla məşğuldular. Problemin həllinə gəlincə isə ya sakinlər öz hesablarına suyu xüsusi vasitələrlə ərazidən çəkməli, ya da səbirli olub ümidlərini Allahdan kəsməməlidirlər.